Necə bilirsiniz, qardaşlar, münafiqin əlamətləri çoxdur. Yəni, münafiqlərin əlamətləri olduqca çoxdur. Lakin, Məlik ibn Dinar rahiməhullah buyurur ki, min aləmətil münafiq, münafiqin əlamətlərindən biri də odur ki, yuhibbu ən yənfəridə bis-sayt. Şan şöhrətli, adsanlı olmaqda təkləşmək istəyir. Yəni, bu adam istəyir ki, hamı ancaq bunu tanısın. Hamı ancaq bunun adını çəksin. Cəmaat, millət bundan danışsın və heç kimdən danışmasın. Yəni, adlı sanlı olmaqda təkləşmək istəyir. Bu adətən, qardaşlar, baş verir elm tələb edən insanlarda, xüsusən də fi əvvəlil əmr, yəni əvvəl başlayanda. Allah korusun, yəni bu kim ancaq istəsə ki, ancaq cəmaat onu tanısın və ondan danışsın, başqasından yox, artıq bu münafiqin ən böyük əlamətlərindəndir. Necə bunu Məlik ibn Dinar deyir. Rahiməhullah, Allah Teala bizi, hər birimizi bu pis əlamətlərdən, münafiqli, nifaqın əlamətlərindən qorusun. İxlasla.com saytı tərəfindən təqdim olundu.